Hörmüz boğazı ətrafında deyil, Bəli. İranın bütün limanları ətrafında blokada sistemini demək olar ki, yaradıb başa çatdırıbdır. Bəli. İndi İran demək olar ki, dəniz limanları vasitəsilə dünyanın heç bir nöqtəsi ilə əlaqə saxlaya bilmir. İran gəmisi öz limanından okeana açılan kimi dərhal Amerika və yaxud da ki, ona kömək edən bir neçə ölkə də var. Bəli. Onlar dərhal gəminin başının üzərinə alır və gəmini ya geri qayıtmağa məcbur edirlər, ya da həbs edirlər. Yəni, İran üçün vəziyyət bu dərəcədə ciddidir. Hörmüz boğazında isə İran bu vəziyyəti görür. Demək olar ki, Hörmüz boğazında sərbəst keçid zonası elan edib. Əvvəl tutalım ki, filan ölkə Amerikaya kömək eləyir və mənə hücum eləyir, mən onun tankerini saxlayacağım və s. İndi artıq o keçmir. Bölgəyə Amerikanın da gəmiləri gəlibdir. Bundan başqa bölgənin quru hissəsində Amerikanın xüsusi təyinatlı dəniz pişikləri deyirlər onlara, yaxud dəniz piyadaları deyirlər. Onlar gəlibdir. Və İran tərəfindən xeyli 150 kilometrə qədər bir əraziyə nəzarət edirlər. Yəni, İran tərəfi də qeyd edib ki, Hörmüz boğazından keçid əvvəlki rejimində işləyəcək, gəmilər sərbəst surətdə keçə bilər. Biz keçən gəmilərdən üzvlük haqqı alınması və yaxud keçid haqqı alınması məsələsini gələcəyə saxlayırıq. Gələcəkdə müzakirə edib bunun beynəlxalq cəmiyyətlərlə birlikdə razılaşdıracağıq və ondan sonra bu məsələ öz həllini tapacaq. Mənim zənnimcə bu Hörmüz boğazının açılması və orada status quo-nun əvvəlki vəziyyətə qaytarılması çox mühüm şeydir. Çünki dünya donanmasında daşınan yüklərin təxminən 30-35% bu Hörmüz boğazından keçirdi. Bu isə neftin qiymətinin qalxmasına səbəb olmuşdur. Dünya bazarında taxılın və taxıl məmulatlarının qiymətinin qalxmasına səbəb olmuşdur. İndi iqtisadiyyatın bu sahəsində bir yavaşma var. Belə enmə, düşmə var. Neft tutalım ki, bareli 107 dollara qədər qalmışdı. Mən indi baxıram ki, yazılıbdır, demək olar ki, neftin bugün bareli 94 dollara düşübdür. Və axşama doğru yeni hərrac keçiriləcək və hərracda qəzetlərin yazdığına görə neftin qiyməti 90 dollardan da aşağı düşə bilər. Çünki artıq, necə deyərlər, qan dövranı kimi nəqliyyatın hərəkəti də işləməyə başlayıbdır və dünyanın bütün ehtiyac duyulan nöqtələrinə neftin çatdırılması işində axsaqlıq aradan qaldırılıbdır və yaxud qaldırılmaq üzrədir.